Smart Education Bağçalar Şəbəkəsi and Tədris Mərkəzi və eyni zamanda Rabitəli Nitq Reabilitasiya Mərkəzinin sponsorluğu ilə proqramımıza başladıq. Sabahınız xeyirli olsun. Sizinlə Samirədir. Bugün iki qonaqla sizi tanış edəcəyik sağlam təhsildə. Birincisi, daha çox xarici dilini öyrənməyin asan yollarını axtaracağıq. Bugün həm də öyrənəcəyik ki, nitqində problemi olan uşaqlara və eyni zamanda gec danışan uşaqlara, hətta davranışlarında qeyri-adilik belə görünən uşaqlara biz necə kömək edə bilərik? Və qonaqlarımızı bir daha istəyirəm sizə təqdim edim. Bugün ingilis dili müəlliməsi olacaq studiyamızda. İngilis dili üzrə mütəxəssis, IELTS mütəxəssisidir, həm də beynəlxalq təlimçidir. Türkan Məmmədova, xoş gəlmisiniz. Çox sağ olun, çox təşəkkür edirəm. Dəvətinizə görə ilk öncə təşəkkür edirəm. Və digər qonağımız Rabitəli Nitq Reabilitasiya Mərkəzinin direktoru, rəhbəri İlahiyə xanım Rızaxanova. Sizi də xoş gördük İlahiyə xanım. Bir daha. Necədir işləriniz? Şükür, hər şey qaydasında. İlahiyə xanım, bəlkə icazə verəsiniz Türkan xanımla biraz yaxından tanış olaq, daha geniş belə şəkildə. Buyurun. Türkan xanım, ingilis dili üzrə mütəxəssisiz, ixtisasınız ingilis dili müəllimi olub, yoxsa sonradan artıq bu ixtisası seçmisiniz? Mən Türkan Məmmədova 15 ildir ki, ingilis dili sahəsindəyəm artıq. Bunun 7 ilini, son 7 ilidir ki, artıq IELTS mütəxəssisi kimi fəaliyyət göstərirəm və qeyd edim ki, əlavə olaraq 2 ildir beynəlxalq təlimçi kimi də eyni zamanda fəaliyyət göstərirəm. Azərbaycan Dilləri Universitetinin İngilis dili müəllimliyi fakültəsini bitirmişəm və hal-hazırda da xaricdə ingilis dili ixtisası üzrə magistrımı davam elətdirirəm. Sırf ingilis dili ilə bağlı yəqin ki, bugün sizə sualları ünvanlayacaq, yoxsa digər fransız dili və yaxud da ki ingilis dilinə, yəni sırf olsa ingilis dili mütəxəssisi olduğum üçün bu sayı üzrə olsa daha gözəl olar. O zaman ingilis dili ümumiyyətlə xarici dil öyrənmək istəyən bizim kifayət qədər dinləyicilərimiz var. Artıq sağlam təhsildə həqiqətən biz hər zaman demək olar mütəmadi olaraq dil öyrənməyin yollarını öyrənməyə çalışırıq. Hər bir təlimçinin də, pedaqoqun da özünün şəxsi bir yolu olur. Bəzən biz asan yolları da görmüşük, çətin yolları da görmüşük. Hər halda bir fikir mübadiləsi şəklində edərək bunu dinləyicilərimizə daha rahat bir şəkildə izah etməyə çalışırıq ki, məsələn, əsas dil öyrənmək üçün nədən başlamaq lazımdır? Və ondan sonra artıq digər suallarımız da olur. İndi Türkan xanım, sizdən soruşmaq istəyirəm ilk olaraq. İngilis dili konkret olaraq öyrənmək üçün nəyi bilməyə lazımdır? İlk olaraq nədən başlamaq lazımdır? Təşəkkür edirəm sualınıza görə. İlk olaraq nəyi bildirmək istəyirəm? İlk olaraq o mühiti yaratmaq lazımdır. Məsəl üçün bizdə nədir əsas problem? İngilis dilini öyrənirlər, lakin sonra bunu evdə deyək də, əsasən və yaxud da dostları ilə ətrafında bunu istifadə etməyə çalışmırlar. Sadəcə deyirlər ki, mən məsəl üçün söz bazam var, okey, qrammatikanı bilirəm. Mən hər şeyi bilirəm. Lakin mütləq şəkildə bunu dəyərləndirmək, istifadə etmək vacibdir. Yəni bunu istifadə etməsən, dediyimiz kimi passivləşir və sonra sən bunu məsəl üçün müəyyən bir tədbirlərdə və yaxud da xaricə gedirsən, sənə ingilis dili mütləq şəkildə lazımdır indiki zamanda və bunu istifadə etmək üçün də mütləq şəkildə dinləmələr mütləqdir. Məsəl üçün danışıq mütləqdir. Bunlar vacib məqamlardır. Sizə indi qulaq asan dinləyici konkret olaraq Türkan xanıma zəng edib əlaqə saxlayıb və mən dil öyrənmək istəyirəm deyərkən siz nəyi soruşmalısınız? İlk öncə soruşuram ki, baza nə yerdədir? Məsəl üçün A1-dırmı və yaxud da ki, B1-dırmı, B2-durmu? Bu level üzrə baxırıq, dəyərləndiririk. Daha sonra onun levelına uyğun olaraq həmin proqramla davam edirik. Onların sizə sualı nə olur? Onların bizə sualı əsasən mən ən tez nə zaman öyrənə bilərəm? Ən çox verilən sual. Ən çox verilən məşhur suallardan biri budur. Dediyim kimi, əgər müəyyən bazamız varsa, məsəl üçün B1, B2-dursa, okey, C1-a 2 ay ərzində intensiv çalışaraq çata bilirik. Yox, əgər sıfırdan başlayırıqsa, minimum 6 ay bizə yetərlidir. Bəs məqsədi soruşmursunuz? Məsələn, işlə bağlı istəyirsən bunu, yoxsa təhsili davam etdirmək istəyirsən? Təbii ki, bu var ki, məsəl üçün karyerası üçün Business English ayrıdır, məsəl üçün təhsil üzrə abituriyentlər üçün ayrıdır. Bunları mütləq şəkildə soruşuruq. İlahiyə xanım, sizdə necədir işlər? Şükür, yaxşıdır. Valideynlər müraciət eləyir? Bəli, yavaş-yavaş. Mən viruslardan sonra yavaş-yavaş bu viruslar azaldıqca artıq işlər də yavaş-yavaş qaydasına düşür. Mənim üçün həmişə maraqlıdır. Daha çox gec danışmaqdan şikayətlənirlər. Danışıb nitqində qüsurlu olmasından daha çox şikayətlənirlər. Ən çox nəyi görürsüz, nə müşahidə edirsiniz? Son zamanlar daha çox müraciət nitqin olmamağından. Artıq 2 yaşı var, 3 yaşı var uşaqların nitqləri yoxdur.
Yəni son zaman daha bu çox idi. Əvvəlki illərə baxanda səs tələffüzü qüsurları daha çox idi, kəkələmə daha çox idi, başqa problemlər var idi, nitqdə olan başqa problemlər. Amma son 2 ildə daha çox bəli danışmamazlıq və yaxud da artıq uşağın 3 yaşı var, 4 yaşı var, ancaq kəlmələr deyir, cümləyə gələ bilməyib uşaq. Yəni nitqi ləngimə daha çoxdur hal-hazırda rastlaşırıq uşaqlarda. Sizcə səbəb kimi nə ola bilər? Valideynin özünü də hər halda dinləyirsiniz də. Bəlkə də valideynin nitqində də bir müəyyən bir problem var. Uşaq onu təqlid edir axı, eşidir axı onu. Bəli. Bəli, o təqlidlər belə deyək də nitqi ləngimənin yaradan səbəb deyil. Təqlidlər səs tələffüzünü yarada bilər, kəkələməni yarada bilər. Yəni uşaq baxır, sağlam olmayan, düzgün olmayan nitqi görür ətrafında və o da başlayır o nitqini açmağa. Avtomatik necə olur? Başlayır həmin o nitqi, səhv nitqi təqlid eləməyə. Amma heç nitqin olmamağı, bu artıq valideynlərin səhvi nə ola bilər? Pedaqoji baxımsızlıq. Keçən verilişdə biz buna sizdən danışdıq ki, uşaqlarla ünsiyyət düzgün qurulmur, uşaqlarla vaxtında münasibət qurulmur, ünsiyyət qurulmur, uşaqlara bir tərəfli, daha çox bu müasir dövrdə nədir? Telefon, televiziya. Yəni 3 yaşından qədər psixoloqlar belə deyək də Dünya Səhiyyə Təşkilatı belə deyək, həyəcan təbili çalır ki, uşaqlar telefondan, televizordan kənar olmalıdırlar. Bu onların psixi inkişafına, bu onların nitq inkişafına birbaşa mənfi təsir göstərir. Kommunikasiya yoxdur deməli valideynlərlə uşaqlar arasında. Ünsiyyəti alırlar, bir tərəfli alırlar və ünsiyyəti ötürmək üçün bir sosial mühit yoxdur. Valideyn öz işində telefonda, uşaq da öz aləmində telefonda və baxdıqları heç olmasa ən azı baxırsa heç olmasa bu uşaq onu nitqə gətirməlidir. Multfilm qoyuruqsa, hər hansı bir nəyəsə baxırsa, sonra valideyn heç olmasa bunu müzakirə eləməlidir uşaqla. O da olmur, uşaq artıq bir tərəfli ünsiyyət alır və sosiallaşa bilmir, nitqinə gətirə bilmir. Çox rastlaşdığımız problemlərdən biri budur. Yaxşı, o zaman məktəbə qədər hazırlıq kurslarına gedən, ümumiyyətlə bu uşaq bağçalarına gedən uşaqlarda da bu eyni problemləri görürsüz. Axı orada da kifayət qədər yaşıdları ilə insan ünsiyyət qura bilər və yaxud pedaqoqlar daha çox məşğul olurlar, psixoloqlar. Burada necədir? Uşaq bağçaya 3 yaşından gedir də, düzdür? Ən yaxşı halda 2 yaşından. Bəli, daha erkən olur. 2 yaşından qoyurlar. 2 yaşa qədər artıq uşağın nitqi müəyyən bir baza formalaşmalıdır. Bir söz ehtiyatı olmalıdır bu uşağın. Düzdür? Sözlərlə ifadə eləməlidir. Kiçik söz birləşmələrini 2 sözdən ibarət cümlələrlə öz fikrini ifadə eləmə. Bunlar formalaşmalıdır. Bəli, bunlar olanda uşaq artıq bağçaya gedəndə sırf əgər nitqi ləngimədirsə, uşağın nitqi bağçada inkişaf eləyəcək. Artıq daha cümlələr quracaq, şeirlər, nağıllar, o sosial mühitə düşəcək, uşaq özünü inkişaf etdirəcək. Yox, amma uşağın heç bir nitqi yoxdursa, nitqlə əlaqəsi yoxdursa və paralelində pis inkişafına da ləngimə varsa, yenə də artıq bağça burada heç bir köməklik eləyə bilməyəcək. İlahi xanım, düşünək ki, 2 yaşında uşaqdır, onsuz da çətinliklə danışır, bir neçə sözü yəni hələ deyir, demir, çətinlik çəkə də bilər, amma bu valideynə kənardan normal görünə bilər. Çünki çoxları bəlkə də düşünə bilər ki, 3 yaşına çatanda normal danışacaq. Yəni 2 yaş yəni normaldır hələ ki çətinlik çəkməyi olacaq, düzələcək. Kənardan da deyirlər ki, məndə də belə idi. Yəni belə hallarda olur. Valideyn nədən bunu hiss eləyə bilər ki, vəziyyət o deyil? Bu hallar çox təəssüf ki, çox rastlaşırıq. İndi hələ siz dediyiniz ən yaxşı formasıdır ki, uşaq başlayır danışmağa, ən azı nitqi var, müəyyən qədər ləngiməsi var. Deyirlər ki, ata belə olmuşdu, nənə belə olmuşdu, əmi belə olmuşdu. Amma bir də hal var ki, uşağın artıq 3 yaş var, 4 yaş var, heç nitqi yoxdur. Valideyni deyirlər ki, gözlə, atası da 5 yaşında danışmışdı. Nə bilim, filan kəs bu yaşda danışmışdı. Yəni bu mümkün olan bir şey deyil. Yəni əvvəlki illərdə bəli, əvvələ müqayisə edirsə, tutaq ki, nənələrimiz, valideynlərimiz əvvəlki illərə müqayisə edirlərsə, əvvəllərdə uşaqlar daha çox sosiallaşırdılar, daha geniş ailə içində yaşayırdılar. Uşaq daha çox qonaq gedirdi, xalası uşağı ilə, əmisi uşağı daha çox kontaktda olurdu. Ləngimə olsa belə, nitqi ləngimə olsa belə, onunla uşaq özünü inkişaf etdirməyə bacarırdı və gedirdi bağçaya daha çox sosiallaşırdı. Amma bu dövr o dövr deyil. İndiki valideynlərdə, uşaqlarda, hətta belə uşaqları parka çıxartmır valideyn ki, uşaqlar gəlib parkda bir oynasınlar. Yəni artıq 2 yaşında gördünüz ki, övladınız sözləri demirsə, ən belə hələ mən yaxşı formasını deyirəm də, artıq uşaq 1 yaşdan 1 yaş yarıma sözləri ifadə eləməlidir. Onun söz ehtiyatı 21 yaşdan artıq 2 yaşa qədər
30-40 sözə qədər söz ehtiyatı olmalıdır uşağın. 2 yaşdan sonra bu daha artıq 100-200 sözə gəlir çatır 3 yaşa qədər, 2 yaşdan 3 yaşa qədər. Yəni bu sözləri uşağınız demirsə, öz tələbatlarını ödəmək üçün su istəyəndə və ya harasa getmək istəyəndə bunu ən azı ifadə edə bilmirsə, əziz valideynlər və müraciət olunan nitqi anlamırsa, mütləq ki siz burada bir həyəcan təbili çalmalısınız. Fərqi yoxdur uşağın 1 yaş yarımdır, 2 yaşdır. Hansı zamanda hiss elədirsə bir mütəxəssisə müraciət eləyin. Ən azı biz istiqamət göstərək ki, yəni hər dəfə terapiyaya vacib olmur. Ev şəraitində bəlkə siz övladınıza kömək edə bilərsiniz. O zaman mütəxəssis dedikdə biz niyə uzağa gedirik? Rabitəli nitq reabilitasiya mərkəzi bunun üçündür. Valideynlər hal-hazırda bizə qulaq asırlarsa, uşaqlarında bax İlahi xanımın söylədiyi simptomlar onlara tanış gəlirsə, şübhələnə bilərlər. Yaxşı, mənim də uşağım 1-3 yaşına çatıb, amma hələ də cümlə qura bilmir, çətinlik çəkirsə, bu zaman sizi yönləndiririk. Demirik uşağınızda ciddi bir problem ola bilər. Ən azından bir baxış keçirilir, konsultasiya olunur. İlahi xanım daha geniş danışacaq. Deməli, Rabitəli Nitq Reabilitasiya Mərkəzinə müraciət etmək üçün yığmalısınız hansı nömrəni daha çox? 050 867 27 43. 050 867 27 43. Hətta Instagram səhifələri də var. Rabitəli _nitq. Həkim laqabetlər, psixoloqlar hər uşaqla fərdi olaraq məşğul olacaqlar. Yəni belə olur da İlahi xanım. Bir nüansı deyim. Bizdə ixtisas həkim deyil. Biz pedaqoquq. Laqopedlər, defektoloqlar, psixoloqlar, yəni biz tibb sahəsinə aidiyyatımız yoxdur. Bizdə pedaqoji sahədir. Yəni uşaqları biz əgər lazımsa yönləndiririk tibb sahəsinə, həkimlərimizə, nevropatoloqlara, psixiatrlara, onlar diaqnozu qoyurlar və biz gəlirik təlim vasitəsilə korreksiya işlərini aparırıq. Kimlər məsələn sizin mərkəzdə çalışırlar? Mütəxəssislərimiz. Uşaqlarla bəli, kimlər məşğul olur? Laqoped, defektoloqlar, psixoloqlar, duyu bütünləmə mütəxəssisi, müalicəvi bədən tərbiyəsi, korreksiyon pedaqoqlar, yəni bu sahə üzrə inklüziv təhsil işçiləri, bu sahə üzrə olan mütəxəssis, hər bir mütəxəssis mərkəzimizdə var və dediyim kimi balalarımızın xidmətindədir. Təbii ki, söhbətimizi davam etdirəcəyik. Xatırladıram ki, 2 qonağımız var. Bugün ingilis dili mütəxəssisi, IELTS mütəxəssisi beynəlxalq təlimçi Türkan Məmmədova və eyni zamanda Rabitəli Nitq Reabilitasiya Mərkəzinin direktoru İlahə Rızaxanova bizimlə bərabərdir. Deməli, dil öyrənməyə başlayarkən Türkan xanım belə başa düşdüm, məqsəd yəni birinci müəyyənləşməlidir. Hansı üzrə gedəcəyi, təhsil üzrə, yoxsa iş qurmaq, karyera və s. Bunun üçünmü bizə lazımdır ingilis dili, yoxsa başqa məqsədlərlə? Əsas öyrədəcəyiniz metodikanı istəyərdim ki, biraz dinləyicilərimiz qısa belə deyə məlumat verəsiniz. Məsələn, daha çox qrammatika üstünlüyü verirsiniz, yoxsa başqa üsullarla öyrədirsiniz bu dili? İndiki zamanda bizim əsas problemimiz nədir dil öyrənməkdə? Belə deyək, tələbələrimiz deyək, dinləmələri çox zəif olduqları üçün buna görə danışıqda bunu istifadə edə bilmirlər. Ona görə biz əsasən üstünlüyü veririk dinləmələrə. Çünki məsəl üçün uşaqları görürsüz ki, YouTube-dan filmlərə baxırlar, nə bilim multifilmlərə, cizgi filmlərə baxırlar. Oradan görürsüz sözləri tez mənimsəyirlər. Və buna görə də dinləmə mütləq şəkildədir. Yəni bizim əsas metodikamız dinləmə metodikası üzərindən gedir. Neçə yaşından, məsələn, uşaqlardan indi hələ ki danışırıq deyə, neçə yaşından uşaq dil öyrənməyə başlaya bilər? 4 yaşından uşaq dil öyrənməyə başlaya bilər. Bundan daha az yaşı varsa məsləhət görmürəm. Çünki bizim valideynlərimizin əsas səhvləri nədən ibarətdir? Uşaqların 1 yaş yarım var. Dilim bayaq da İlahi xanım qeyd etdi ki, tam danışa bilmirlər. Bu bizim günümüzün qlobal problemlərindən biridir. Danışa bilmədiyi halda uşağı ingilis dili bölməsinə və yaxud da ki, digər bölmələrə yönləndirirlər və bu uşaqda bir travma yaradır. Dilə qarşı antipatiya yaradır. Yəni uşaqlarda bilmirlər hansı dili istifadə eləsinlər və dillərində qüsurlar yaranır. Mütləq şəkildə uşaq tam aydın şəkildə öz ana dilində danışırsa və yaxud da evdə ana dilində danışmırsa, digər dildə danışırsa, o dildə bütün fikrini izah edəndən sonra digər dilə yönləndirmək lazımdır. Yəni uşaq dil açmalıdır, normal bəli, danışmalıdır. Fikirlərini tam izah etdikdən sonra artıq digər dillərə yönləndirmək olar. Bizim valideynlərimiz hər şey çox tez istəyirlər. Yəqin ki, siz də qarşılaşırsınız belə hallarla. Məsələn, ana dili heç Azərbaycan dilini bilməlidir. Deyir ki, məsələn, rus bölməsinə də getsin, hətta paralel olaraq ingilis dili də öyrənsin. Birdən-birə bir neçə dil öyrənmək uşaqda alınır, alınmır, yoxsa əslində necə olmalıdır?
Bilirsiniz, hər uşağın özünə görə qavrama qabiliyyəti olduğu üçün və bu uşaqlara görə dəyişir. Məsəl üçün elə uşaqlar var, çox gözəl hər iki dili mənimsəyə bilər. Amma elə uşaqlar var ki, məsəl üçün çətinlik çəkir. Mən məsləhət görürəm ki, bir dili tam qavrasın, ən azından müəyyən bir səviyyəyə qədər gəlib çatsın, daha sonra digər dilə yönləndirsinlər. Necə dil öyrədilir? Bunu hansı metodikalarla öyrədilir? Bunu Türkan xanım birazdan deyəcək bizə. Məsələn, var elə üsullar ki, məsələn deyir ki, daha çox biz cizgi filmlərinə baxaraq öyrənmə üstünlüyü verilir. Hər hansı bir filmlərin əsasında və yaxud da ki, şəkillərin əsasında bu dilləri öyrədirik. Yəni bu daha çox üstünlük təşkil edir son illərdə. Siz də necədir Türkan xanım? Bunu bir neçə dəqiqədən sonra dinləyicilərimizə deyə bilərsiniz. Amma sizinlə necə əlaqə saxlasınlar? Bu da vacibdir. 051 920 21 29 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Eyni zamanda qeyd etmək istəyirəm ki, qarşıdan 8 mart Beynəlxalq Qadınlar Günü gəlir. Bu münasibətlə sizləri və bütün dünya qadınlarını təbrik edirəm və bu münasibətlə də bütün xidmətlərimizə 50% endirim müəyyən etmişəm. Nömrə ilə əlaqə saxlayıb bu endirimdən yararlana bilərlər. Təşəkkür edirik buna görə də. Yeri gəlmişkən biz söhbətimizi davam etdirəcəyik, amma bu gün isə qonaqlarımız ingilis dili üzrə mütəxəssis və eyni zamanda IELTS üzrə mütəxəssis beynəlxalq təlimçi Türkan Məmmədova və Rabitəli Nitq Reabilitasiya Mərkəzinin direktoru İlahiyə xanım Rızaxanovadır. İlahiyə xanım, sizlə davam etmək istəyirəm. Əslində laqabetlərlə bağlı istəyirəm danışam, çünki nə zaman artıq laqabedə müraciət edilməlidir, bunu bizim valideynlərimiz tam olaraq bilmirlər. Yəni hətta bəziləri deyir ki, bəlkə özümüz evdə bacararıq, yəni bu problemi özümüzdə bəlkə həll edə bilərik. Siz əsas olaraq necə düşünürsünüz? Laqabedə müraciət nə zaman olmalıdır? Bir mütəxəssis kimi biz təbii ki, araşdırırıq, axtarırıq, tapırıq, deyirlər ki, laqabet daha yaxşı bu uşağın öhdəsinə gələcək. Biz nə zaman bunu bilməliyik? Laqabedə müraciətə. Əgər sırf nitq ləngiməsindən gedirsə, danışmayan uşaqlardan söhbət gedirsə, valideynlər narahat olduğu ilk andan fərqi yoxdur. Dediyim kimi 2 yaşda ola bilər, yaş yarımda ola bilər. Nə vaxt artıq narahat oldunuz, bildiniz ki, uşağınızın ləngimə və müraciət edə bilərsiniz. Amma ümumilikdə bir loqopedik yoxlanışa, necə ki, valideynlər övladlarını hər ay pediatra, nevropatoloqa müəyyən bir yoxlanışlara aparırlar rutin olaraq, elə də artıq 1 yaşından sonra övladlarını bir psixoloqun, bir loqopedin müayinəsindən keçirməyin fayda var. Bayaq dediyim kimi, vacib deyil ki, biz burada onlara seanslar təyin edək. Ən azı nəsə bir ləngimə hiss eləyəndə valideynə bir 6 aylıq bir yönləndirmə veririk ki, bu istiqamətdə, əgər telefon, televizor asılılığı varsa övladınızda bunu kənarlaşdırırsınız. Özünüz daha çox uşaqlarla ünsiyyətdə olursunuz ki, nitqin inkişafına daha rahat uşaq keçirə bilsin, bu dönəmi rahat keçirə bilsin. Sizcə bu ləngimələrin və yaxud da ki, qüsurların olmasında bir səbəb kimi nə ola bilər? Bəlkə uşaqda müəyyən bir xəstəliklər də bunu yaradır. O da yaradır. Yaradan səbəblərdən biri də nitqi ləngimə yaradan səbəblərdən biri də uşaqda olan müxtəlif pozuntulardır belə deyək. Ləngimələrə gətirən səbəblər tutun spektr pozuntusu ola bilər uşaqda, autism spektr pozuntusu ola bilər və yaxud da ümumi inkişafın ləngiməsi ola bilər, pis inkişaf ləngiməsi ola bilər, zəka yetərsizliyi ola bilər. Yəni tək nitqi längimə həm tək özünü göstərə bilər, həm də hər hansısa bir pozuntunun fonunda özünü göstərə bilər. Nitqi ləngimənin səbəblərdən biri də müəllimənin dediyi kimi uşaqlara ailədə valideynlərin uşağa çox dilinin birdən-birə yüklənməsidir. Yəni ən çox rastlaşdığımız problemlərdən biri budur ki, uşaq öz dilini açmır. Hansı dildə ailə istifadə edirsə, tutaq ki, Azərbaycan dilində Azərbaycan, rus dilində ailədirsə rus dilində uşaq öz nitqini açmamış, artıq uşaq yenidən televizordan, telefondan, ətrafdan və yaxud da bağçaya aparırlar başqa bir dilə. Yəni artıq burada uşağın beynində də bir qarışma olur, onun psixikasına bir yüklənmə olur ki, bilmir artıq uşaq hansı dildə danışsın. Mən elə bu sualı verəcəydim, siz nə yaxşı ki söylədiniz. Baxın, nitqində problemi olan, belə deyə qüsuru olan uşaqda beyinlə bağlı bir dəyişikliklər olur deyə yaranır bu. Yəni bir-biri ilə əlaqəlidir. Bəli. Çünki bizim nitq nədir? Beyinlə əlaqəli bir ali psixi funksiyadır da. Demək ki, beyində bir ləngimə var ki, ona görə biz deyirik ki, uşaqlar gələndə mütləq ki, biz uşaqları bir nevropatoloqa, bir psixiatra yönləndiririk. Yəni demirik, əqli gerilik müşahidə olunur? Yox. Ola bilər ki, tutaq ki, doğum travması olubdur və ya hamiləlik vaxtı ananın keçirdiyi hər hansı bir infeksion, viruslu xəstəliklər olubdur, qanda olan hər hansı bir mikrob var ki, bunlar müəyyən bir səbəblərdir ki, nitqi ləngidən səbəblərdir. Nitq sahəsinə toxunubdur və uşağın nitqini ləngidibdir. Və yaxud da ümumi inkişaf hissəsini beynin həmin sahəyə zədələyibdir, gəlib onun fonunda nitq də ləngiyibdir. Yəni yaradan səbəblər belə o orqanik səbəblərdir.
Bu funksional səbəblər uşağın müxtəlif dillərə yönləndirilməsi, baxıb tutaq ki, ailədə kimisə yamsılaması, bunlar və yaxud da telefon, televizor asılı bu funksional səbəblərdir ki, bunu biz süni şəkildə yaradırıq. Bir də var orqanik səbəblər ki, beynin bəli zədələnməsi nəticəsində yaranan səbəblərdir ki, bununla artıq mütləq ki, bu zaman bizə bir tibbi dəstək, medikamentoz dəstək lazımdır. Və bu biraz uzun müddətli bir proses ola bilər əslində. Bəli, çünki beyində bir zədəmiz var. Bu daha. Amma düzələndi. Bəli, düzəlir. İstənilən halda dövr elə bir dövrdür ki, hər bir əl çatandır. Sağalmaz, belə deyək də, müəyyən bir problemlər var ki, onu tam aradan qaldıra bilmirik. Amma ən azı minimuma endirə bilirik ki, bu insanın həyat və fəaliyyətinə mənfi təsir göstərməsin. Bu yolda bilirəm ki, valideynlə bərabər addımlamalısınız. Yəni biraz uzun bir yol ola bilər. Bu, yəni baya bir vaxt apara bilər. Valideynlər nəyi bilməlidirlər? Bəli, valideynlər burada hər bir sahədə olduğu kimi burada da valideynlə birlik mütləqdir. Əgər valideyn bizə əvvəldən birinci güvənməlidir, inanmalıdır. İnanıb güvənib övladını bizə verərsə, nəticədə deməkdir ki, yaxşı olacaq. Və paralel bizdən işləməli, səbrlə. Siz dediyiniz ki, Sami xanım, bu yol asan yol deyil, qısa yol deyil. Bəzən çox uzun olur bu yollar. Çünki o korreksiya eləmək müəyyən bir yaradan səbəbə aid olaraq aradan qaldırmaq çətin də olur. 1 il də sürə bilər, 6 ay da gedə bilər, 2 ilə də hətta ola bilər. Yəni uzun bir yoldur, amma sonu yaxşı bir yoldur. Bu yolda valideynlər səbrlə gözləsələr və bizə kömək eləsələr, verilən tapşırıqları bizlə paralel evdə işləsələr, inanın ki, nəticə daha da tezləşir, daha da sürətlənəcək. Bir var ki, biz veririk ancaq maksimum uşaq bir yerdə nə qədər 2 saat qala bilər, 3 saat qala bilər. Qalan saatı uşaq ailə ilə olur. Da onlarla olur. Verilən təlimatlar. Terapiyalar həftədə neçə dəfə aparılır? Maksimum. İntensiv terapiya həftənin 5 gün aparılmalıdır. Normalda isə 3 dəfə də kifayət eləyir. Fasilə verilməlidirmi arada? Məsələn, 1 ay davam etdi, daha sonra bir 10 gün. O baxır seansa. Məsələn, loqopedik əgər masaj olursa, bəli, masajda fasilələrlə 10-15 gün eləyirik. 2 ay fasilə yenidən ehtiyac varsa eləyirik. Amma sırf təlimin özüdürsə, dərsdirsə, bu fasiləsizdir, intensiv təlimdir. Nömrə deyin də İlahi xanım, sizlə əlaqə saxlamaq istəyən var, dinləyicimiz yazıb göndərib. Buyurun. Nömrəmiz 050 867 27 43. 050 867 27 43. Bax belə, əlaqə saxlayın və tez bir zamanda bunu da vurğulayaq ki, İlahi xanım radiodan gələnlərə də xüsusi endirimlər edəcək. Yəni bu artıq şəksizdir. Bəli, qeyd olunsun ki, biz radiodan müraciət eləmişik, endirimlər təklif edəcəyik. Və istəyirəm Türkan xanımla da danışaq. Deməli, uşaqlarla daha çox bugün həqiqətən vaxtımız daha çox onlara yönəldi, onlardan daha çox danışdıq. Bu da normaldır, çünki istər-istəməz biz həssas bir nöqtə olaraq uşaqlarımızı düşünürük deyə. Kökündə də istəyirik ki, tez bir zamanda problem varsa onu həll eləyək. Yəni daha sonra artıq keçid alaq böyüklərə. Böyüklərin ingilis dili qavraması uşaqlara nisbətən necədir? Böyüklərin ingilis dili qavraması uşaqlara nisbətən daha aşağı səviyyədədir. Nəyə görə? Bildiyimiz kimi indi texnoloji asıllıq yaranıb böyüklərdə, daha çox texnologiya ilə vaxt ayırdıqlarına görə biraz həvəssizlik yaranıb. Mən buradan böyüklərə, yeniyetmə valideynlərinə də məsləhət görmək istəyirəm ki, əgər uşağınızda belə deyək də texnoloji asıllıq varsa, telefonda daha çox məsəl üçün vaxt keçirmək istəyirlərsə, uşaqların telefonuna ingilis dili proqramları ilə bağlı proqramlar yükləyib oradan onlara daha belə kömək göstərə bilərlər, nəinki uşaqları məcbur eləməklə. Çünki məcbur edilən belə deyək, yeniyetmələrdə nəticə çox aşağıdır. Telefondan rahat olacaq deyirsiniz. Əgər uşaq konkret olaraq məsəl üçün elə uşaqlar var ki, deyir ki, mən istəyirəm ki, telefonla öyrənim və yaxud da nə bilim hansısa bir proqramla öyrənim, istəmirəm tutalım ki, yəni düşünürsünüz ki, bir şey ki, onun əlindən ala bilməyəcək, heç olmasa bunu faydalı yerə həsəb. Bəli, ən azından proqram yükləyib, məsəl üçün Duolingo kimi proqramlar var ki, onları yükləyib oradan söz bazalarını belə öyrənə bilərlər. Əla. Böyüklərlə bağlı biraz danışaq. Həm də bilirəm ki, xaricdə təhsilini davam etdirmək istəyənlərə də kömək edirsiniz. IELTS təlimçisi olaraq, bir mütəxəssisi olaraq necə aparılır bu? Kimlər müraciət edə bilər? Adətən 10-11-ci siniflərdə IELTS ilə məşğul olanlar, xaricdə təhsil almaq istəyənlər və yaxud da ki, karyerasını yüksəltmək istəyənlər, xaricdə karyerasını davam etdirmək istəyənlər üçün IELTS bilirsiniz ki, mütləq şəkildə vacibdir. Bu beynəlxalq dərəcəli dil səviyyəsini ölçmək vasitəsilə götürülən bir imtahandır.
Buna görə də onların da məsəl üçün ən aşağı olaraq C1 leveli ilə gedirlər. Məsəl üçün 7.5, 7 yığırlar. Və məsəl üçün bizim tələbələrimiz var ki, 8, 9 yığanlarımız da var. Yəni bu da yenə də dünya görüşündən asılıdır. Əgər bir uşağın dünya görüşü daha belə geniş çərçivədədirsə, o uşaqlar mütləq şəkildə 8 və yaxud da 9 yığa bilirlər. Yox, məsəl üçün sırf qrammatik bazadırsa və yaxud da oxu belə deyək vərdişinin daha yaxşı belə deyək mənimsəyibsə, onlarda biraz 7, 7.5 belə bu arada yığırlar IELTS imtahanında. Uşaq deyərkən artıq yeniyetmədir. Bəli, yeniyetmələrdən nəzər. Yeri gəlmişkən dərslər necə aparılır? Fərdi olaraq məşğul olursunuz yeniyetmələrlə? Baxır, yəni tələbənin istəyinə. Elə tələbələr var ki, deyir ki, mənə fərdi daha asandır, amma mən yenə də bildirirəm ki, dil öyrənmək istəyənlər üçün fərdi bir vaxt itkisidir. Çünki qrup şəklində keçirilən bir dərs daha effektiv olur. Nəyə görə? Məsəl üçün mən danışıram, tutalım ki, mən tələbəyəm və yaxud da İlahə xanım tələbədir. İlahə xanım məndən nəsə öyrənir və yaxud da mən İlahə xanımdan nəsə öyrənirəm. Bu şəkildə daha belə kommunikativ dərslər keçirilir və daha effektiv olur. Dil öyrənmək istəyənlər bunu nəzərə almalıdırlar ki, daha çox danışmaqla qrup şəklində bu daha rahat olacaq onlara. Daha rahat olacaq. Həftənin bütün gün sizdə necədir? Yəni həftədə neçə intensiv proqram var, hər gün olur və yaxud da ki, həftədə 3 dəfədir. IELTS proqramımız 90 dəqiqə olmaqla, fərdi şəkildə isə həftədə 2 dəfə olur. Yaxşı, onlayn şəkildə qoşulmaq imkanları varmı? Onlayn şəkildə qoşulan tələbələrimiz də var və yüksək nəticə alan tələbələrimiz də var. Məsəl üçün rayonda qalan belə deyək xalqımız var ki, onlar məsəl üçün onlayn daha çox müraciət edirlər. Onlara daha rahatdır, gəliş-gediş vaxt itkisi olur, ona görə aydındır. Metodikanızdan danışmaq istəyirəm biraz, siz danışın daha doğrusu. Məsələn, tədris varmı, vəsaitləriniz daha belə müasir? Bəli, təbii ki, dediyim kimi, mən eyni zamanda beynəlxalq təlimçiyəm. Bunlarla daha çox belə deyə araşdırmalar etmişəm. Hansı daha uşaqlara faydalıdır, hansı məsəl üçün dinləmə uşağa daha çox faydalıdır və yaxud da hansı mətnlər uşağa daha çox faydalıdır və uşağın marağı olan sahəyə olan mətnlər və yaxud da deyəlim ki, dinləmələr uşağa daha çox effektiv olur. Nəinki, məsələn, uşağın həvəsi tutalım həkimliyədir. Siz uşağa tutalım matematik tərəfdən, riyaziyyat tərəfdən bir mətn verirsiniz və yaxud da dinləmə verirsinizsə, bu uşağa tamam belə deyək, əks təsiri olacaqdır. Yəni ilk öncə uşağın marağını öyrənmək lazımdır ki, nəyi sevir, hobisi nədir, nələrlə məşğul olmaq, boş vaxtlarda nələrlə məşğul olmağı sevir. Buna uyğun olaraq məsəl üçün uşağa fərdi şəkildə proqram təyin etmək daha rahatdır. İlahə xanım, siz necə aparırsınız? Siz də əyləncəli şəkildə bu metodik, daha doğrusu terapiyaları, məşqlər edirsiniz? Çünki sözünün kökündə, yəni istər-istəməz uşaqdan danışırıq və uşağı 10 dəqiqə, 15 dəqiqə yəni saxlamaq çətindir də. Yəni ondan sonra artıq Bəli, biz uşaqları qəbul edərkən baxırıq yaş qrupuna görə. Əgər daha kiçik yaşlı uşaqlardırsa, 1 yaş, 1 yaş yarım uşaqlardırsa, 3 yaşa qədər bunlar təbii ki, oyun fəaliyyətində keçəcək bunların dərsləri. Oyun terapiyası ilə, qrup terapiyası ilə, yəni oyun təməlli inkişaf proqramımız olacaq bu uşaqların. Artıq böyüdükcə, yaş artdıqca oyunun yanaşlığında daha artıq digər təlimlər qoşuruq ki, nəticəmiz daha gözəl olsun. Çünki müəyyən bir dövr var ki, bəli, müəyyən bir terapiyalar var ki, biz onu oyunla verə bilirik, müəyyən bir terapiyalar var ki, biz onu xüsusi metodikalarla verə bilirik uşaqlara. Yəni nəyi çox xoşlayırlar uşaqlar? Məsələn, sizə müraciət edən uşaqlardan söhbət gedir. Təbii ki, oyunu uşaqların ən çox sevdiyi, sevgi dili oyundur uşaqların. Oyunla, ona görə də biz də uşaqları qəbul edərkən ilk oyunla başlayırıq. Dediyim kimi, əgər yaş aralığı 1 yaş yarım, 3 yaşsa, demək terapiyanın böyük bir faizi oyun əsasında keçir. Oyunla öyrədirik. Yox, əgər daha biraz böyük yaşlı uşaqlardırsa, balanslaşmağa çalışırıq. Qəbul edirik müayinələrimizi, terapiyalarımızı müəyyən qədər oyunla aparırıq. Sonra isə artıq lazım olan metodları işə salırıq da belə deyək. Nitq problemlərlə bağlı biz danışdıq. İndi keçirik artıq hərəkətlərində qeyri-adilik və yaxud da ki, qeyri-bəli davranış pozuntuları olan uşaqlarla bağlı danışmaq. Çünki hər ailədən bir cür uşaq olur və təbii ki, bəzən bir ailədə baxırsan ki, uşağın biri həqiqətən çox sakitdir, biri isə hiperaktivdir. Yəni bir yerdə dayanmır. Bilmirəm bunun səbəbi əslində nədir? Nə ilə bağlı olur bu? Yəni tərbiyəyə mi daha çox bu söykənir? Danışanda daha çox nəyə vurğulamaq lazımdır burada səbəb kimi tam olaraq deyə bilmərəm. Amma sonuçta yəni sizə müraciət belə uşaqlarla bağlı olur. Bildiyim qədərilə.
hiperaktivliyin özünü də bir ayrıca xəstəlik kimi adlandırmaq düzgündürmü, yoxsa necə? Bəli, bu Yoxsa bir xəstəliyin pozuntusudur? Bəli, beynəlxalq təsnifatında artıq DHP, diqqət əskikliyi hiperaktivlik sindromu belə bir artıq belə bir pozuntu kimi, sindrom kimi qeyd olunur. Demək, ciddi yanaşma lazımdır. Bəli, bu uşaqlarda diqqət əskikliyi, çünki çox yayılıb son dövrlərdə diqqət əskikliyi, hiperaktivlik, bu problemlər son dövrlər çox rast gəldiyimiz problemlərdən biridir. Bu da uşaqların nitqinin belə açmağına mənfi təsir göstərir. Uşaq nitqə odaqlana bilmir, diqqətini toparlaya bilmir. O qədər hiperaktivdir ki, nitqi belə ilk mərhələdə nitqi açmağa belə mənfi təsir göstərir. Və yaxud da nitqini açırsa belə dərs prosesini, anlama qavramasını ona mənfi təsir göstərir. Ən belə deyək də valideyn hiss eləmədiyi halda artıq məktəb dönəminə gələndə 5 yaşına məktəbə hazırlıq proqramına gedəndə, məktəbə gedəndə artıq burada müəllimlər deyirlər ki, sizin övladınızın diqqəti dağılır, hiperaktivdir, dərsi pozur, dərsə odaqlana bilmir və artıq burada valideyn həqiqətən də əvvəl hiss eləməmişsə, məktəb zamanı daha çox hiss eləyir. Və yaxud da ki, valideyn gətirir uşağını Dəcəl adı ilə ki, uşağım dəcəldir, sözə baxmır. Biz baxırıq, müəyyən bir testlər var, yoxlayırıq biz bunu. Deyirik ki, sizin övladınız dəcəllikdən çox diqqət əskikliyi hiperaktivlik sindromudur. Buna bir terapiya lazımdır ki, gələcəkdə onun inkişafına mənfi təsir göstərməsin. Yenə də burada işə düşür nə? Atası da belə olmuşdu və yaxud ətrafda da belə olub, məktəbə gedəcək, düzələcək. Uşaq da uşaqlığını yaşayır. Bəli, müəyyən bir şeylər var ki, o uşağın dəcəlliyidir. Amma elə bir şey var ki, xeyr, bu dəcəllik deyil, bu sindromdur, bu problemdir. Amma səbəbi bəllidirmi? Niyə belə uşaqlar olur? Hələ ki bəlli deyil, xeyr. Tam məlum deyil. Tam məlum deyil. Biraz danışmaq istəyirəm Rabitəli Nitq Reabilitasiya Mərkəzi haqqında dinləyicilərimizə. Əslində İlahi xanım burada da öz növbəsində qeyd edir, amma mən də deyim ki, nitq qüsurlu insanların əksəriyyətində özünə inam hissi təbii ki zəif olur. Uşaqlarda da bunu hiss eləyirik. Uşaqlar digər yaşlılarla müqayisədə görürük ki, biraz fərqlənirlər, həqiqətən çəkinirlər danışmağa. Amma bu böyük yaşında insanlarda da meydana gəlir. Mən birazdan soruşacağam İlahi xanımdan. Böyüklər də sizə müraciət edirmi nitq qüsurlarla bağlı? Və ən əsas da həkim loqopedlər məşğul olacaq uşaqlarınızla, daha doğrusu dialektoloqlar, loqopedlər, psixoloqlar. Buyurun müraciət eləyin 05867 27 43 nömrəsinə və Rabitəli alt xətt nitq Instagram səhifələri də var. İlahi xanım, böyüklər müraciət edir, deyirsiniz? Bəli. Yaş məhdudiyyəti yoxdur. Böyüklərdə müraciət edə bilərlər. Böyüklərdə daha çox müraciət səbəbləri nədir? Travma sonrası nitqin itirilməsi, kəkələmələr, səs tələffüzü pozulmaları və yaxud da psixoloji problem ola bilər ki, tək nitqlə yox, psixoloji problemlərlə, özünə güvənsizlik və yaxud nəsə məktəb imtahanı əvvəli həyəcan, stressin həyəcan olmağı, yəni yaş məhdudiyyəti yoxdur. İstənilən yaş dövründə müraciət edə bilərlər. Psixoloqlarımız, loqopedlərimiz, pedaqoqlarımız xidmətindəyik. İstənilən yaş qrupundakı insanların, yəni qüsurları, nitq qüsurları korreksiya olunacaq, düzələcək. Yəni yenidən, çünki bəzən uşaqlar olur ki, danışıb müəyyən bir travma yaşayıb daha sonra artıq sanki bir nitq dayanır. Bəli, belə bir problem də var ki, uşaq hər hansı bir stres, travma keçirir, bundan sonra tamamilə nitqi dayanır. Bu artıq mutisizmdir. Bundan daha çox o psixoloji kökənidir, belə deyək, travma sonrası nitqin itirilməsi tam. Burada artıq daha çox loqopedlərdən çox psixoloqların dəstəyi lazım olacaq bizə ki, o uşaq o travmanı atlatsın, belə deyək də, sinir sistemi qəbul eləməyibdir, ağır olub onun üçün belə həmin o travma keçdikcə yavaş-yavaş artıq uşaq nitqə özünü ifadə eləməyə başlayacaq. İlahi xanım, çox sakit uşağın özündə də biz problem axtarmalıyıq. Belə deyək də, bəli. Doğrudan. Bəzən olur ki, uşaqlar valideyn gəlir ki, çox sakitdir. Heç məni incitmir. Hətta körpəlik dövründən ac olanda ağlamazdı. Məni incitməzdi. Heç belə sakit uzanardı bütün günü. İndi hara qoyuram dayanır öz yerində. Bu bir patoloji haldır. Əgər uşaq inkişaf eləyirsə, bu uşaq belə deyək, qaynamalıdır, lor dildə desək də, hərəkət eləməlidir, nəyisə marağı olmalıdır, ətraf aləmi kəşf etməyə başlamalıdır. Əgər demək marağı məhduddursa, burada bir ləngimə mütləq ki var. Ola bilər ki, xarakter olaraq müəyyən qədər sakit uşaqdır, belə tempi sakitdir. Amma əgər onun maraqları məhduddursa, ətrafa maraq vermirsə, gördüyünüz sual vermirsə, maraqlanmırsa, bu artıq bir ləngimənin əlamətidir. Türkan xanım, bu yəqin ki, sizin də dərslərinizdə bəzən sizin diqqətinizdən qaçmır. Yəni qulaq asır, dinləyir, amma sual vermir.
Bəli, indiki uşaqlarda əsas problemimiz nədir? Diqqət Əksikliyi. əksikliyi dedi, xanım vurğuladı. Çoxsunda bu problem var. Diqqəti dərsdə olma. Məsəl üçün test yazırlar. Okay, hər şey əla bilir, amma diqqəti yayındığı üçün testi yüksək səviyyədə bitirə bilmir. Yəni bu problem çox qlobal problemdir. Yəni ki, bunları mütləq şəklində üstündə valideyn və müəllim paralel şəkildə işləməlidir. Yəni hər şeyi müəllimənin üzərinə və yaxud da pedaqoqun üzərinə yıxmaqla belə də heç bir nəticə almaq mümkün deyil. Yəni mütləq şəkildə paralel işlənməlidir. Əslində 6 ay qoydunuz da belə maksimum müddət. Sıfırdan başlayanlar üçün bəli. Hətta bu müddəti keçən yəqin ki, bu cür uşaqlar da olur. Bəli, təbii ki. Lazım olur onlara əlavə olaraq neçə ayda. Bəli, dediyim kimi diqqət yayınıqlığı, diqqət əksikliyi olan uşaqlarımıza daha uzun müddətli proses davam edir. Çünki onları müəyyən şəkildə belə deyək, proqramlarla, daha çox məntiqi testlərlə, məntiqi mətnlərlə falan bunlarla işlətməyə çalışırıq ki, diqqətini bərpa edə bilək eyni zamandadır. Onlar üçün ayrıca artıq bir üsullar fikirləşirsiniz. Bəli, təbii ki. Demək ki, var imiş belə uşaqlar həm də sizin kurslara gələrkən, dil öyrənərkən də. Aydındır. Söhbətimizi davam etdirəcək. Türkiyə xanım, əlaqə nömrəsini bir də səsləndirin, zəhmət olmasa sizlə necə əlaqə saxlasınlar? 051 920 21 29 nömrəsi ilə əlaqə saxlaya bilərlər və eyni zamanda qeyd etmək istəyirəm ki, mən eyni zamanda da Ingla Training Centerdə beynəlxalq təlimçi kimi fəaliyyət göstərirəm. Təlimlərlə bağlı və yaxud da müəllimlərə dəstək proqramı və yaxud da əməkdaşlıqlar üçün Ingla Training Center ilə də əlaqə saxlaya bilərlər. Bu təlimlər kimlərə keçirilir? Hər kəsə? Bu, yəni müxtəlif təlimlər, tədris sahəsində ola bilər, mühasibatlıq sahəsində ola bilər və yaxud da loqoped sahəsində ola bilər. Yəni müxtəlif təlimlər olur. Və ildə neçə dəfə keçirirsiniz? Biz belə deyək, yeni başlamışıq artıq, fəaliyyətə başlamışıq və bunu müxtəlif aylarda, məsəl üçün həftədə də ola bilər. Yəni bu dediyim kimi asılıdır proqramın özündə. Əsas hansı sahələrlə maraqlanırlar? Daha çox belə maraq oyanır, onlarda qulaq assınlar, dinləsinlər. Əsas sahə tədris sahəsindədir. Mən də elə düşündüm. Bəli, bir də mühasibatlıq sahəsində daha çoxdur təlimlər. İndiki daha belə deyək maraqlar. Mühasibatlıq və müəllimlərə dəstək proqramı, müəllimlər üçün olan təlimlər daha çox aktivdir hal-hazırda. Aydındır. Söhbətimizi davam etdirəcək. Sağlam təhsildəsiz dostlar. Bu arada xatırladıram ki, bugün həm ingilis dili mütəxəssisi ilə, müəllim ilə görüşürük studiyamızda, həm də Rabitəli Nitq Reabilitasiya Mərkəzinin direktoru ilə söhbətimizi davam etdiririk. Təbii ki, uşaqlarda olan bəzi davranış pozuntuları, nitq pozuntuları ilə bağlı bizə İlahə xanım məlumat verir geniş şəkildə. Siz də müraciət edə bilərsiniz. Reklamlar olacaq hal-hazırda, daha sonra söhbətimiz davam edəcək. Bugün həm Rabitəli Nitq Reabilitasiya Mərkəzi əziz dinləyicilərimiz sizin üçün endirim kampaniyalarını təqdim edir. Mart ayında bayramları nəzərə alaraq İlahə xanım sağ olsun təşəbbüs irəli sürür. Deməli, buyurun, təkliflərinizi siz söyləyin. Nə təklif edirsiniz? Mart ayında bayramlarla əlaqədar 8 Mart Qadınlar Günü münasibətilə Novruz bayramı və həmçində müqəddəs Ramazan ayına əlaqədar olaraq mərkəzimizdə mart ayı boyunca bütün konsultasiyalar tamamilə ödənişsiz şəkildə həyata keçiriləcək. Müraciət etsinlər, övladlarını bir konsultasiyadan keçirsinlər. Əgər seanslara ehtiyacı olarsa, seanslarımızda xüsusi endirimlər, 20% endirim, radiodan gələnlərə isə 25% endirim təklif eləyirik. Daha nə istəyirsiniz? Gəlsinlər, faydalansınlar. İnşallah ki, yaxşı olar. Faydasını görərlər. İnşallah. Şəfa diləyirik. Əlbəttə ki, bax bu ayda həqiqətən də həmin insanlara xüsusi dualarımız var. İnşallah heç bir valideyn Allah o cür uşaqla sınamasın, yəni belə uşaqlarla sınamasın. Tez bir zamanda şəfalarını tapsınlar həmin uşaqlar. Sizin Türkan xanım təklifiniz varsa biz açığıq bu təkliflərə. Mən də İlahə xanımın sözünə dəstəkləyirəm. Mən əlavə etmək istəyirəm ki, qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü bizim milli bayramımız var, Novruz bayramı, eyni zamanda çərşənbələrimiz və müqəddəs Ramazan bayramımız olacaqdır ayın sonunda və bu münasibətlə belə deyək, tələbələrə ingilis dili, IELTS ilə məşğul olmaq istəyən və yaxud da ki, müəllimlərimiz ola bilər, dediyim kimi Ingla Training Centerdə təlim almaq istəyən müəllimlərimiz ola bilər. Onların hamısına Türkan Məmmədova promo kodu ilə 20% endirim əldə edə bilərlər.
Təşəkkür edirəm hər ikinizə. Mən də elə fürsətdən istifadə eləyib təbrik etmək istəyirəm sizi qarşıdan gələn Qadınlar Günü münasibətilə. İşlərinizdə uğurlar arzulayıram. Qadın olaraq da bir həqiqətən xoşbəxtlik arzulayıram. Qadın xoşbəxtliyi arzulayıram. Belə, çox sağ olun ki, varsınız, gəldiniz, proqramımıza həqiqətən rəng qatdınız. Və buradan Biz təşəkkür edirik sizə həqiqətən dəvətiniz üçün. Çox sağ olun. Və bu arada unutmayaq ki, proqramımızın belə deyək də World Career Peşə Mərkəzi də dəstəkçisidir və onlar da endirim kampaniyalarından kənarda qalmırlar və bu dil kursları ilə bağlı endirim kampaniyalarını hər zaman elan edirlər, bayramlarda xüsusən edirlər. Qeydiyyatdan keçməyə tələsin. 055 674 72 30 WhatsApp nömrəsindən yazmalısınız. Başkənd isə bayramlarda sizi gözləyir. İstəyir Ramazanda, istəyir Novruzda, istəyir Qadınlar Günü münasibətilə keçirilən bütün tədbirlərinizdə sizi gözləyir. Sağlam təhsildəydiniz dostlar. Proqramımız yekunlaşdı. Sabah da eyni saatda saat 11-12 arasında burada sizi gözləyəcəyik. Sizinlə Samirə idim.